Dəyərli izləyicilər, Pancomi TV YouTube kanalımıza xoş gəlmisiniz. Zəhmət olmasa abunə olun və videonu axıracan izləyin, bəyənməyi unutmayın. Dəstəyiniz üçün təşəkkür edirik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni təyin etdiyi Müdafiə naziri Dauren Kosanovu qəbul edib. Pancomi TV xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı dövlət başçısı ordunun döyüş hazırlığının gücləndirilməsi, idarəetmə sisteminə rəqəmsal həllərin tətbiqi, xüsusi əməliyyat qüvvələrinin imkanlarının genişləndirilməsi, sosial və ideoloji işin səmərəliliyinin artırılması, həmçinin hərbi infrastrukturun modernləşdirilməsi ilə bağlı bir sıra konkret tapşırıqlar verib, məlumatda qeyd olunur. Daha əvvəl Tokayev 2022-ci ildən bu vəzifəni tutan Müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovu vəzifəsindən azad etmək haqqında fərman imzalayıb. Müdafiə Nazirliyinin yeni rəhbəri Jaksılıkovun müavini, Qazaxıstanın hava hücumundan Müdafiə qüvvələrinin baş komandanı aviasiya general-leytenantı Kosanov təyin edilib.